Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə ATV-lər məhəlləsi deyilən ərazidə, yola marşruda yaxın, məktəbə yaxın ərazidə, qapının ağzına qədər o asfalt olan yerdə, nəmişlik olmayan quru bir yerdə 2 mərtəbəli, tam təmirli monolitlə inşa olunmuş bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Hörmətli izləyicilər, nəzərinizə çatdıran bu ev 1.8 sotun içində inşa olunub. Həyəti hardasa 70-80 kvadrat təxmini ölçü deyirəm, həyəti var. Həyətinə trapaları qoyulub, qaz, su, işıq, kanalizasiya hamısı mərkəzi xətdir. Ev kürsülü evdir. Bax, burada görürsünüz, həm də zirzəmsi də var. Artıq əşyalar da bura yığmaq mümkündür. Bax, indi belə giriş darvazasıdır. Pultla idare olunur, rahat həyətinə 2 dənə maşın daxil ola bilər. Keçən indi evin içindən tanış olaq. Və gördüyünüz kimi giriş hissəsi istipoldur. Qranit mərmərdən, metallardan yığılıb. Evin tavanı hündürlüyü 3 metrdir. Dəhlizin eni 2 metr rahat var. Demək, sol tərəfdə, bax, burada bir dənə mətbəxdir geniş. Haradasa 16-18 kvadratlıq təxmini ölçü deyirəm. Mətbəxdir. Hörmətli izləyicilər, burada istipoldur. Demək, burada nə istəsəniz burada belə düzəltmək mümkündür. Bura sanuzel hissəsidir. Gördüyünüz kimi sanuzel hissəsi də təmir vəziyyətdədir. Bura əlavə bir yataq otağıdır. Ev sahibi burada bir yataq otağı, köməkçi otaq kimi, yəni yaşlı adamların aşağıda qalıb tutulması üçün belə bir otaq yaradır. Buradan da bir həyətə, balaca bir həyəti var burada, kombo otaqdır. Burada da nə istəsiniz, nə bir kebab düzəltmək, manqalxana azad belə düzəltmək qoya bilərsiniz bura. Keçən indi evin yuxarı mərtəbələrlə tanış olaq. Demək, burada bir də qonaq otaqdır, əsas aşağıda, 1-ci mərtəbədə. Demək, buranın da bütün otaqları aşağı 1-ci mərtəbə istifoldur. Gördüyünüz kimi sadə tavanla yığılır. Buradan da belə bir çəkirəm, pəncərəni belə diqqətlə baxın. Gördüyünüz kimi döşəməsi də istifoldur. Bütün 1-ci mərtəbə hamısı demək olar istifoldur. Qalxan 2-ci mərtəbəyə gördüyünüz kimi pərçənlər də mərmərdən yığılır. Ev tam gözəl vəziyyətdə təmir olunub, açıq boylardan istifadə olunub, alt qapılardan istifadə olunub. Qalxılır buradan yuxarı. Qalxan kimi 4 dənə otaq burada. Demək, hörmətli izləyicilər, girən kimi burada sağda sanuzel. Burada bir geniş yataq otağı. Alt qapılarda açıq boylardan istifadə olunub. Burada bir yenə də 16 kvadratlıq bir yataq otağıdır. Sadə, təmirli, gözəl. Tavanlarda görürsünüz ki, yəni elə bir güclü figurlar yığılmayıb. Bir yataq otağı da gördüyünüz kimi buradadır. Bura demək olar uşaq otağı da, amma həqiqətən də genişdir. 14 kvadrat rahat var. Otaqları geniş, ürək açan, pəncərələrdən tam rahat evin içinə işıq düşür. Yeri gözəl yerdir, super yerdir. Burada haradasa 4-ün 5-i 20 kvadratlıq bir 4-50'nin 4'də bir 20'ye yaxın var. Artıq 18-20 var rahat. Bir yataq otağı da buradadır. Gördüyünüz kimi də Hayşik qaydasında ağ qapılar, ağ açıq boylardan istifadə olunub. Hörmətli izləyicilər, kimlər evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsi ilə daxil olursunuz ora. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılır. Kodları yaddan götürmək, yaddan çıxmasın. YouTube'dan bax, kanalın özünə daxil olursunuz. Orada videolar bölməsində evləri izləyə bilərsiniz. TikTok'la Instagram səhifəsindən girmək rahatdır. Amma YouTube'da gələ aslobu yenə də orada kimi girirsiniz səhifəyə. Orada YouTube'da videolar bölməsi var. Orada evləri izləyə bilərsiniz. Sənədi, bələdiyyə sənədidir. Bunu da nəzərinizə çatdırın. Evin qiyməti də 175.000 start qiymətdir. Real alacaqsa indirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü də hörmətli izləyicilər, ev sahibi deyəcək.
Yeri də gözəl yerdir. Yola, marşruta, məktəbə, marketlərə yaxın ərazidə yerləşir. 175 min start qiyməti. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah halanı da xeyir versin.